Elə qol maşını atın burada. Bu qapıda. Sen neçə kilometrdir? Çərçivəsi hazırda ona görə. Ölçək bu elə bir ki, belə düz başa tutur kimidir. Metran sən get götür. Metran sən get götür. Get götür. Mən Əsgərov Oktay, Qubadlı rayon Xələt kənd sakini. Biz bu günləri Qubadlı rayon Əyin kəndindəyik. Burada olduğumuza görə şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandanımıza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyevə Allah təala can sağlığı versin ki, onu dəmir yumruğu hesabına biz bu günləri Qubadlı rayon Əyin kəndindəyik. Əyin kəndinə gəlmişik o məqsədlə ki, burada vətən uğrunda, torpaq uğrunda şəhid olmuş qardaşlarımızın məzar üstü abidələri bərpa olunsun. Biz Qubadlı rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli Maliş müəllimin tapşırığı və göstərişi əsasında gəlmişik. İnşallah bunların demək burada ustalar da var. Məzar üstü abidələrinin ölçüləri götürəcək. Yaxın bir zamanda, tez bir zamanda şəhidlərimizin abidələri bərpa olunacaq. Allah şəhidlərimizə rəhmət eləsin. Mən Şirvan, Qubadlı rayon Əyin kəndi sakiniyim. Allah şəhidlərimizə rəhmət eləsin. Bu gün şəhidlərimizi gəlmişik ziyarət etməyə. Həm də ki, onların məzarını üstün təmiridir, məsələn, yerini düzəltməyidir. Hamısının təşkilatçılar Allah köməklər olsun, gəliblər. İndi əlimizdən gələnin nə lazımsa onu eləyəcəyik. Mən Nəcəfov Anar Cabbaroğlu, Əyin kənd sakiniyəm. Nəcəfov Azərin, şəhid Azərin qardaşıyam, balaca qardaşıyam. Biz də bu günlər həm ziyarətə gəlmişik, həm də rayon başçımızın köməkli sayəsində gəlmişik bura, daşlarımızı düzəltməyə, ölçməyə, biçməyə, təmirinə gəlmişik. Hamıya salam olsun, buradan Şəhidlər Xiyabanına gəlmişik. Bugün 31 may 2025-ci ildir. Qardaşlara Allah can sağlığı versin. Bir yerdə gəldik, burada məzarları düzələcək. Malik müəllimə buradan təşəkkür edirəm ki, belə bir təşəbbüslə çıxış elədi, bizi yığdı, iclas elədi və bu şəhidlərin, Qubadlı rayon şəhidlərin məzarını götürməklə bağlı cəmaata köməklik edir. Bu böyük işdir bizim üçün, çox böyük işdir, əvəz olunmaz işdir. Biz buradan təşəkkür edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz baş əyirik şəhidlərimizin qarşısında. Qürurlanırıq ki, bizim torpaqlarımızı qaytardılar. Bu qardaşlarımızın, bacılarımızın qisasını aldılar, qanı yerdə qalmadı. Həqiqətən çox ağırlıdır. Mən həqiqətən fəxr edirəm şəhidlərimizin. Məkanları cənnət olsun. Prezidentimizə də təşəkkür edirəm. Onun təşəbbüsü ilə oldu, bu torpaqlar azad oldu. Onun şücaəti ilə azad oldu. Şəhidlərimizin qanı ilə azad oldu. Allah qazilərimizə də can sağlığı versin. Bugün fəxr edirəm ki, torpaqlarımız azaddır. Biz gələ bilirik, öz vətənimizi ziyarət edə bilirik, şəhidlərimizi ziyarət edə bilirik. Gün o gün olsun ki, cəmaatlarımız da bütün kəndə kənddə olan cəmaatlar yerləşsin kəndlərinə, gəlsinlər bura qaynasın, qarışsın. Yəni tək əyindən söhbət getmir, hər tərəf bizimdir, Qubadlının, ümumiyyətcə Qarabağ zonasının hər qarışı bizimdir. Hamısı abad olsun, insanlar gəlsin burada yaşasın. Yəni bir də bizim insanlarımız belə əzablı, əziyyətli günlər görməsin. Allah ermənilərin bəlasını versin. Hamıza təşəkkür edirəm, qardaşlar. Allah hamıza can sağlığı versin. Hər birinizin zəhməti var. Sənan müəllim, yəni əziyyət çəkirsiniz. Oktay müəllimdir, Vüqar müəllimdir. Hamımızın əziyyəti var burada. Elə bu dağın başına gəlib çıxmaq, bu yollar da xarabdır. Yəni bu xarab yollarla çətin. 30 il bundan qabaqki yoldur. Yəni nə gündədir bunu hamımız görürük. Yəni bu vəziyyətdə gəlib bura çıxmaq, bu işləri görmək, buranı bərpa eləməkdən ötürü maşını gəlib bura salırsan, bu cür yerlərə bu elə iyitlik, mərdlik tələb edir.
Geldi böyle avanı böyle vurdu. Sen ücretlerin. Ha, buradan bura. Buradan araç mı? Araç orada ne kadardı? 156 oldu yok. 156. Sakla. Ayakkabının bazı. Oradayız. Ha. Tip böyle şey. Onun ikisinin arasında ne kadar? Hamımızın hər vaxt xeyir olsun. Bu günlər bura gəlməyimizin səbəbkarları bugünkü şəhidlərimizdir. Bu şəhidlərimiz 92-ci ildə Laçının su arasında şəhid olmuşlar. Bu günlər bura gəlməkdən məqsəd rayon icra hakimiyyəti başçısı Malik Saqov tərəfindən tapşırıq verilibdir. Gəlmişik bura. Buradakı şəhidlərimizin qəbirləri götürülməsi üçün, yəni ölçüləri müəyyənləşdirmək üçün. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim bu Qarağaçlı kəndində bir gündə 8 nəfər şəhidi dəfn eləyibdir. Çox ağır acınacaqlı olubdur. Allah Ali Baş Komandanın, hörmətli prezidentimizin canı sağ eləsin, ordumuzun canı sağ eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərin Allah canını sağ eləsin. Bu günlər bura gəlir, bu şəhidlərimizi ziyarət eləmək, kəndimizi, torpaqlarımıza baxmaq, görmək, hamısı hörmətli prezidentimizin, ordumuzun səbəbindən olubdur. Onlar yaradı bu şəraiti bizə. Mən də bu şəhidlərimizin hamısına digər əlavə mülki şəhidlərimiz də var. Bu kənddən 16 nəfər şəhid olubdur. Allah 16-sına da rəhmət eləsin. Onunla da bərabər bütün şəhidlərimizə rəhmət eləsin. Rayon icra başçısı Malik Saqova öz minnətdarlığımı bildirirəm ki, bizim şəhidlərə bu cür qayğı göstərir, tapşırıqlar verir ki, bunların da başdaşları götürülməlidir, bərpa olunmalıdır. Allah Malik müəllimin canı sağ eləsin, ömrünü də uzun eləsin. İskəndərov Elçin Əhədoğlu, Qubadlı rayon Qarağas kənd sakini. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad yerlər, cənnət olsun inşallah. Sağ olsunlar. Bu işi görməkdə çox böyük savab qazandılar. İnşallah daha yaxşı olar. Allah Taala bu millətə, bu dövlətə bir də bu cür şəhid dəfn eləmək, millətin balasını şəhid vermək qismət olmasın inşallah. Mən ehtiram Obasov, Şamarov. Mənim qardaşımdır, şəhid olubdur 92-ci ildə. Bu kəndimizə gələn döyüşdə də şəhid olubdur. Düzdür, mən də bu dağda daşda çox əziyyət çəkmişəm. Çox xalqımın yolunda çox əziyyət çəkmişəm mən də hamısı.
halal edirəm. Ona görə ki, o döyüşlərdə mən də güclü iştirak eləmişəm. Hərənin öz yazın, halın yazısı var, indi hərənin də qisməti var. Cəm ölən şəhidlərimizin yerləri cənnət olsun. 92-də, 93-də, bu 40 gün müharibədə hamısı yerləri cənnət olsun. Qazilərimizin canı sağ olsun. İndi sizlər çəkmişsiniz, gəlmişsiniz, xoş gəlmişsiniz bu qəbirlərin üstünü götürməyə şəcəm bütün şəhidlərin, bu təşəbbüs eləyən hər bir insana təşəkkür bildirirəm. Malik müəllimlə təşəkkür bildirirəm ki, belə bir təşəbbüs yaradıbdır ki, bu şəhidlər üçün belə bir baş daşları qoyulmalıdır. Təşkil olunduğuna görə təşəkkür bildirirəm. Sağ olun. Mən Əlyanlı mahalının Başırat kəndinin sakini Quliyev Ağaşiri Hüseyin Qulaoğlu kənddə 8-ci sinifə qədər oxuyub, böyüyüb, tərbiyə alıb, ailədən, müəllimlərimdən, kəndin nemətlərindən qidalanan bir vətəndaş kimi deyirəm ki, dünyada insanın öz canından qiymətli heç nə yoxdur və itirdiyi vaxtdan qiymətli heç nə yoxdur. Bu qiymətli vaxtınızı sərf edib, Ucqar Dağ kəndində gəlib şəhidlərimizi ziyarət elədiyinizə görə hər birinizə təşəkkür edirəm. O qiymətli canların vətən uğrunda qurban verən şəhidlərimizin hamısının haqqı bizim boynumuzdadır. Allah bu gündən sonra bu ellərə, bu torpaqlara bir də top səsi, barıt səsi qismət eləməsin. Qoy böyüməkdə olan nəslimiz bir daha müharibə ilə rastlaşmasın. Torpaqlarımızın uğrunda qiymətli canlarından keçən bütün şəhidlərimizə də Allah rəhmət eləsin. O cümlədən Əlyanlı şəhidlərinə, Qubatlı şəhidlərinə, şəhidləri bir-birindən seçmək olmaz və bu gözəl təşəbbüsə görə də başçımıza və o zəhməti çəkib bu şəhid qəbirlərin üstün gəlib götürənlərin hamısına öz təşəkkürümüzü həm öz adından, həm də bu Əlyanlı cəmaat adından bildirirəm. Çox-çox sağ olun, var olun. Arz edirəm ki, bundan sonra kameranız o Qarabağımızın istirahət bölgələrində bizi görüşdürsün. Çox sağ olun. Çox sağ olun. Sağ olun.